ey seferdeyim seferimi vurmamışam başa hele ayrın alim başa hele arzularım emellerim tohum büyük taşa hele tohum büyük taşa hele derdin alim ay kız gitme ince bellim sana kurban şirin dillim sana kurban şirin dillim. Salamlar, saygılar əziz dostlar. Bu cələsə Bağdad Dubeyti havasının amuzişinə başlayıram. Bu havada kökümüz fa köküdür. Mənim sazımın kökü alt simlərimiz. Üst simlər. Və orta simlər. Əvvəl bölümün çalğısını çalım, sonra keçək amuzişə. Bu çalğısı idi, keçək indi amuzişinə. Əvvəl mizanımız bir qədəmdir. Dərvaqə sukut olur, 2 qədəmi, mizanımız 3-4-dür. 2 qədəmi sukut olur, 3-cüsü qədəmi bu halətdədir. Fa, mire. Fada rastı mizrafdır, mire be surəti daramadır. Fa 3-cü barmaqla vururuq, tuturuq bu halətdə. Mire be surəti darama. Mi az simlə tutmuşuq, reyi üst simlə. Yəni mi pərdəsini tutanda olur re. Bu halətdə. Pəs oldu fa mire. Əvvəl qədəmi bu oldu. Əvvəl mizanı kullən. 2-ci mizanımız çalğısı bu cürdür. Üç qədəmdir dərvaqə. Əvvəl qədəmi budur. 3 mizrafdır, fada rastıdır, mi çəpdir, dubara farast, simi ötürürük, redən səs alırıq. Pəs olur dərvaqı, fa mi fare. Aramın çalım, fa mi fare. İdamədə bir ilə yenirik, bir qədəm sol vururuq rast mizraf. Bu halətdə 3-cü qədəmi dubarəki ilə bir soldur. Soldan sonra barmağımızı ötürürük, redən səs alırıq. Bu halətdə. Pəs 3 qədəmin aramını çalsaq bu cür oldu. Fa mi fa re sol sol re. Bu halətdə oldu. 2-ci mizanımızın çalğısı bu halətdədir.